Əziz müəllimlər, əziz valideynlər, əziz şagirdlər, xoş gördük hər birinizi növbəti video dərsimizdə. Biz bugün 4-cü sinif şagirdləri üçün təkrar məqsədi ilə belə deyək, PDF üzərində tapşırıqlar, testlər, açıq tipli tapşırıqlar işləyəcəyik. Bizim işləyəcəyimiz dil qaydası üzrə tapşırıqlar 4-cü sinif dərsliyində, indiyə qədər 4-cü sinif dərsliyində belə deyək, sona qədər işlədikləri bütün mövzuları əhatə edir. Yəni 4-cü sinif bazasını əhatə edir. 4-cü sinifi təkrar etmək istəyənlər bizimlə birlikdə təkrar edə bilər. Gəlin başlayaq. Deməli dostlar, bircə dəqiqə. Aha, başladıq. Hansı cümlədə qoşma yoxdur? Qoşma. Bu məsələyə görə bizi danladılar. Baxın, buradakı görə qoşmadır. Atamla görüşə gedəcəyəm. Atam ilə. Bax, burada atamla. Sabah tezdən yola düşdük. Əyləncədən sonra yemək yeyirik. Ən çox burada nəyə diqqət edin? Baxın, görürsünüz, özlərindən əvvəl hal şəkilçili söz tələb edir. Görürsünüz, məsələyə görə yönlük hal. Atamla adlıq haldadır. Sonra əyləncədən sonra, əyləncədən çıxışlıq haldadır. Deməli, görə, burada da ilə, burada da sonra qoşmadır. Amma C variantında heç bir qoşma verilməyib. Hansı cümlədə qoşma yoxdur? Sabah tezdən yola düşdük. Davam edək dostlar. Nöqtələrin yerinə uyğun gələn modal sözlər əlavə edərək cümlələri tamamlayın. Sanki, əlbəttə, təəssüf, yəqin ki, tapşırıqları görənlər xatırlayır ki, bu tapşırıqlar dərslikdə verilmiş tapşırıqlardır, hansı ki, iş dəftərinə verilmiş tapşırıqlardır. Sanki bir növ bu, belə deyək, bildiklərimizi təkrar məqsədi ilə biz bunları işləyirik. Deməli, mən sizinlə razıyam. Nə deyərsiniz? Əlbəttə, mən sizinlə razıyam. Bir, uyğundur, artıq yazmıram orada. Akif balaca uşaq idi. Nə deyərsən? Deyərsən, Akif sanki balaca uşaq idi. Sankini ikinci boşluğa yazacağıq. Onlar bu işin ciddi olduğunu anlamırlar. Onlar yəqin ki, bu işin ciddi olduğunu anlamırlar. Sən məni çox yanıltdın, təəssüf ki. Deməli, bu da olacaq 4-ə uyğun. Kimsə ilk baxışdan bunu müəyyən edə bilməyə bilər. Məsələn, qarışdıra bilər. Yəqin ki, harda olacaq, təəssüf ki, harda olacaq. Daha yaxşı olar ki, cümlələrin hamısını ilk əvvəl oxuyun, təsəvvürünüz yaransın. Sonra uyğunlaşdırmağa cəhd edin. Hansı cümlədə antonim sözlər işlənməmişdir? Qışda ocaq başı, yayda dağ başı. Antonim sözlər əks mənalı sözlərdir. Baxın, qış və yay antonimdir. İşlənib yəni. Daşı dərəyə, dərəni dağa bağladılar. Daşı dərəyə, dərəni dağa bağladılar. Aha, deməli burada baxın, dərə və dağ sözləri, dərə, dağ sözləri antonim sözlərdir. Kəndlərində duru saf bulaqları var. Toxun acıdan xəbəri olmaz. Tox və ac sözləri bir-birlə antonim sözlərdir. Amma duru və saf sözləri, dostlar, yaxın mənalı sözlərdir. Yəni, sinonim sözlərdir. Antonim deyil. Deyir də hansı cümlədə antonim sözlər işlənməmişdir. Təbii ki, C variantında. Burada uşaqlar necə səhv edirlər? A variantına baxırlar, tələsirlər. Deyirlər, hə, qışda ocaq başı, yağda dağ başı, qışı yayı görürlər. Deyirlər, aha, cavabı tapdım, antonimdir, antonim istəyir, A-nı seçir və nəticədə səhv etmiş olur. Burada bu boyda işlənməmişdir sözü var. Ən azından bunu oxumasından belə bütün variantları bir-bir nəzərdən keçirməlisən. Əgər antonimləri yaxşı bilirsənsə, nəzərdən keçirdiyin zaman oradakı antonimləri görəcəksən, diqqətlisənsə əgər. Gördükdən sonra artıq biləcəksən ki, burada bir neçə cümlədə antonim var. Onda axı bir cümlənin, axı bir testin 2 düz cavabı ola bilməz. Daha da diqqətli baxana görəcəksən ki, sən demə bu burada səhvi istəyirmiş. Ona görə diqqətli baxmaq çox önəmlidir. Nöqtələrin yerinə uyğun sözlər əlavə edərək mürəkkəb feillər düzəldin. Atılıb, nə deyərsiniz? Atılıb düşmək. Dəqiqə yazaq. Küsüb barışmaq. Bilirsiniz də, bunlar defislə yazılır. Silib süpürmək. Çox qalın yazır. Eybi yoxdur. Sonra dərk etmək. Kimsə deyir, dərk eləmək olarmı? Olar. Eşitdim o deyəni. Peşman olmaq. Daxil olmaq. Və yaxud daxil etmək sözü də var. Burada olmaq, etmək, eləmək sözlərindən yaranan mürəkkəb feillər isə ayrı yazılır. Amma yaxın mənalı və ya əks mənalı sözlərin iştirakı yaranan mürəkkəb feillər defislə yazılır.
Davam edək. Verilmiş xüsusiyyətlərin hər ikisinə uyğun gələn termin hansıdır? Musiqiyə aiddir. Çar samitlə başlayır. Melodiya. Burada biz artıq çar cinciltili samitləri bilməliyik. Kimsə də deyir ki, müəllimə, mən çar samitləri bilmirəm, yadımda qalmır. Deməli, nə deyirdik onlar üçün? Fiki paşa çox ahəstə. Fiki paşa çox ahəstə. Ahəstə, yəni yavaşdır, tənbəldir. Xıştırıq. Qıştırıq. Dostlar, dilimizdə olan bütün çar samitlər bunlardır. F, ç, p, ş, ç, x, h, s, t, qıştırıq da xıştırıq səsləridir. Bunlar çar samitlərdir. İndi çar samitlə başlayır deyəndə artıq melodiya olmaz, noqrat olmaz, sonra not olmaz. Çünki onlar cinciltili samitlə başlayır. Yerdə bir dənə variant qalır, xor. Musiqiyə aiddir təbii ki. Bunların hamısı musiqiyə aiddir, amma çar samitlə başlayan xor sözüdür. Davam edək. Hansı bənddə yalnız şəxsi və zamana görə dəyişməyən feillər verilib? Biz bunu da öyrənmişik dostlar. Şəxsi və zamana görə dəyişməyən feillər. Baxın. Deməli, bölünür sözü, görürsünüz, bölünür. İndiki zaman şəkilçisi var tərcümə. Deməli, şəxsi və zamana görə dəyişib. Eşidir, içdik, şəxsi və zaman görə dəyişir. Həm zaman, həm də şəxs şəkilçisi var tərkibində. Yıxıldı sözü. Görürsünüz, burada zaman şəkilçisi var. Ümumiyyətlə, sözün tərkibində zaman şəkilçisi varsa, deməli, o şəxsi və zaman görə dəyişir. Təbii ki, zamana görə dəyişir. Deməli, zaman şəkilçisi qəbul edir. Başqa bir xüsusiyyət, bax, şəxsə görə dəyişmək. Mən oturanda, sən oturanda, o oturanda, biz oturanda, siz oturanda, onlar oturanda. Görürsünüz, heç bir sonluğa ehtiyac olmadan bütün şəxslərə uyğunlaşır. Mən ötürən, sən ötürən, o ötürən, biz ötürən, onlar ötürən, nə bilim, düzdür, ötürən sözü indi bir qədər də məna cəhətdən belə tam işlətmirik dilimizdə. Amma oturanda söz görürsünüz, bütün şəxslərə uyğunlaşır. Heç bir. Amma mən yıxıldı, sən yıxıldı, o yıxıldı demirik. Mən yıxıldım, sən yıxıldın, o yıxıldı, biz yıxıldıq, siz yıxıldınız. Görürsünüz, artıq orada sən onu uyğunlaşdırmalısan, nə deyib keçə bilmirsən. Buna görə cavabımız olacaq C variantı. Hansı sözlər çox mənalıdır? Çox mənalıdır. Məcazi mənaya. Deməli, baxın, çox mənalı bərabərdir məcazi məna. Əgər bir sözün çox mənalı olduğunu tapmaq istəyirsənsə, o sözün mütləq şəkildə məcazi mənası olmalıdır. Yəni, homonimlikdə odur ki, həqiqi məna tayları olur. Çox mənalıqda budur ki, həmin sözün məcazi mənası olmalıdır. Məsələn, qol, insanın qolu, çayın qolu məcazi mənası var, çox mənalıdır. Bal, yeyilən bal, toplanılan bal və s. və ilə axır çox mənası yoxdur. Bu homonimdir. Ağız, insanın ağzı, qapının ağzı. Daş, daş ev, daş bina, daş qəlb, baxın, çox mənası var. 1, 3, 4. Davam edək, bir dəqiqə. Deməli, sonra balta, balta sözünün məcazi mənası yoxdur. Almaq, xəbər almaq. Bir də var, nəyisə pul verib satın almaq mənasında. Bu həqiqi mənadadır. Amma xəbər almaq mənasında məcazi mənadadır. Burada cavab olmalıdır 1, 3, 4, 6. Amma cavab yoxdur. Biz bura bir dənə biri də əlavə eləyək. Cavabı D variantı götürək. Çünki düzgün cavab burada göstərilməyib. Davam edək. Deməli, hansı cümlədəki altından xətt çəkilmiş söz ədatdır? Gəlin baxaq. Ədat axtarırıq dostlar. Ancaq atam gedəcək. Yalnız atam gedəcək. Təkcə atam gedəcək. Ədatdır. Bax, deyirəm atam gedəcək. Bir də var deyirəm ki, ancaq atam gedəcək. Burada neynədim? Artıq atamın olmağını bir dəqiqləşdirdim. Bir necə deyim? Atam təkcə bir var desən atam gedəcək. Burada elə bilsən bəs ki, atadan başqa kimsə də gedə bilər. Amma deyəndə ki, ancaq atam gedəcək, deməli evdən başqa heç kim getməyəcək. Təkcə atası gedəcək. Artıq burada fikri bir dəqiqləşdirdik, düzdürmü? Ədatlar nə edirdi? Fikri qüvvətləndirirdi, dəqiqləşdirirdi, düzdürmü? Getdim, ancaq onu tapmadım. Buradakı ancaq bağlayıcıdır. Getdim, amma onu tapmadım. Getdim, lakin onu tapmadım. Baxın, bağlayıcı ilə əvəz eləyə bilirəm. Mən sənin tək güclü insan görməmişəm. Buradakı sənin tək sözündəki tək qoşmadır. Alma və armud mənim sevimli meyvələrimdir. Buradakı və bağlayıcıdır. Cavab olacaq A variantı. Hansı cümlədə mübaliğə işlənmişdir?
Dərdimi dəvəyə yükləsən qarışqaya dönər. Göy üzü çox gözəl görünürdü. Buradan keçən karvan yollar ticarətin inkişafına səbəb olmuşdu. 10 illik ayrılıqdan sonra axırki görüşlər. Təbii ki, dostlar, burada A variantı deyir, dərdimi dəvəyə yükləsən qarışqaya dönər. Dəvə qarışqaya dönə bilər? Yox. Sadəcə olaraq burada mübaliğə verir. Dərdinin böyüklüyünü göstərir ki, dərdim yəni o qədər böyükdür ki, dəvəyə versən dəvə daşıya bilməz, qarışqa kimi qalar. Yəni dərdinin böyüklüyünü burada bizim diqqətimizə çatdırmağa çalışır. Bu cür mübaliğədən istifadə eləyir. Məsələn də göz yaşım axdı, çaya döndü. Hansı cümlədə mübaliğə var? Hava çox soyuq idi. Küləyin vıyıltısına adamın qulaqları batırdı. Uşaqlar çox sevindi. Şənlik axşama qədər davam etdi. Təbii ki, burada küləyin vıyıltısına adamın qulaqlarının batmağı mübaliğədir. Hansı söz omonimdir? Ətək, ağız, baş, qaz. Burada çox vaxt uşaqlar harada çaşırlar? Baş sözünü götürürlər. Baş sözü dostlar omonim söz deyil. Baş sözü çox mənalı sözdür. Cavab olacaq qaz. Yerdə gəzən qaz, evdə yanan qaz, yeri qazmaq, feil kimi, isim kimi işlənə bilir. Hansı cümlədə şər sözü cümlədəki mənasında işlədilmişdir? Bu cür suallar çox qarşımıza çıxır. Cümlədəki birbaşa mənasına baxmalısan. Oğul bala şər vaxtı qoz ağacının altında yatmazlar. Buradakı şər vaxtı dostlar axşam vaxtı. Yəni o hava qaralmağa doğru gedən bir vaxt var. Günəş batır, yavaş-yavaş hava qaralır. Bax həmin vaxta şər vaxtı deyirlər. Deyirlər xeyirlə şər həmişə bir-birini izləyir. Buradakı xeyir və şərlə xeyrin əksi olan şər mənasındadır. Kənddə axşamdan xeyli keçmiş şər düşəndə, yəni axşam vaxtı. Hansı ki, hava qaralmağa doğru gedəndə çatdıq. Bax, bu artıq birbaşa həmin mənadadır, şər vaxtı. Allah səni xata baladan, şərdən, böhtandan qorusun. Bax, şər, böhtan sözünə yaxın mənalıdır burada. Tacir kasıb kəndlinin üzərinə şər atdı, böhtan atdı. Bax, bu da böhtan mənasındadır. Cavab B variantı. Deməli, şər sözü həm də omonim sözüymüş, uşaqlar. Şər düşəndə, axşam vaxtı, xeyir, şər mənasında, kiməsə şər, böhtan atmaq mənasında. Verilmiş cümlələrə uyğun gələn köməkçi nitq hissələrini hətta axı və əlavə et. Mən heyvan deyiləm, quşam. Axı mən heyvan deyiləm, quşam deyə bilər. Yəni, bura axı uyğun ola bilər. Heyvanların şahı qəzəbləndi, quşların şahına məktub yazdı və deyə bilərəm və quşların şahına məktub yazdı. Quşların şahı da yarasadan vergi ala bilmədi. Hətta, burada cümlənin əvvəlində. Hətta quşların şahı da yarasadan vergi ala bilmədi. Deməli, 1-ə uyğundur. Axı, 2-yə və 3-ə hətta. Cavab C variantı. 14-ünü davam edirik, dostlar. Siz də öz biliyinizi yoxlayırsınız. Görək nə qədər bilirsiniz. Dil qaydalarını necə öyrənmişsiniz bu il ərzində? Yaxşı öyrənmişsiniz, orta öyrənmişsiniz. Biliyiniz hansı dərəcədədir? Dil qaydalarını yaxşı bilirsinizmi? Hansı cümlənin sonunda, bilmirsinizsə də öyrənirsiniz sözsüz ki, hansı cümlənin sonunda həm sual, həm də nöqtə işarəsi qoymaq olar? Bu o tipli cümlələr ki, dostlar, nəqli cümlə olmalıdır. Ümumiyyətlə, nəqli cümlələr sual cümləsinə çevrilə bilir. Məqsəd və intonasiya asılı olaraq sual cümləsi kimi işlənə bilir. Arif dərslərini hazırlayıb. Bax, nəqli cümlə kimi. Bir də var, deyirəm ki, Arif dərslərini hazırlayıb, intonasiya ilə sual cümləsi yaradıram. Deyirəm, bu həftə hava necə olacaq? Artıq burada necə sözü var? Bu sual sözüdür, sual əvəzliyidir. Bu varsa mütləq bu sual cümləsidir. Bunun başqa variantı yoxdur. Vay, çox çəkməz. Yəni, ola bilər, sual sözü sual əvəzliyi kimi işlənməz. Oradakı necə sual əvəzliyi olmaz, o başqa məsələdir. Vay, çox çəkməz. Külək ağacın budağını qırar. Nida cümləsidir. Sabah mağazadan ərzaq və meyvə al. Əmr cümləsidir. Cavabımız olacaq A variantı. Yəni, sual cümləsinə çevirmək soruşulursa, nəqli cümləni daha çox sual cümləsinə çevirmək mümkündür. Məqsəd və intonasiyaya görə. Nöqtələrin yerinə hansı söz yazılsa, məcazi məna ifadə olunur. Ağacın budaqları tumurcuqlanmışdı. Qurumuş, körpə, nazik yoxsa qalın. Təbii ki, ağacın körpə budaqları tumurcuqlanmışdı. Körpə sözü buradakı uşaq mənasından uzaqlaşır. Burada budaqların kiçikliyini ifadə edir və məcazi məna yaradır. Nöqtələrin yerinə yazılacaq hansı söz feili məcazi mənada ifadə edər?
Yazın gəlişinə sevinir. Uşaqlar, insanlar, körpələr sevinər həqiqətən. Amma məcazi məna istəyirsənsə, təbiət sevinsin. Təbiət sevinməyə artıq burada məcazi məna yaradır. Hansı söz feili məcazi mənada edər? Təbiət sözü. 17. Boşluğa leksik mənası olan uyğun söz seçin. Leksik mənası olan deyirsə, əsas nitq hissəsini axtarırıq. Deməli, amma uyğun söz axtarırıq. Ləman oynayır, yəqin ki oynayır, məncə oynayır, çantada oynayır, həyətdə oynayır. Təbii ki, həyətdə oynayır, digərləri uyğun deyil. Yəqin ki oynayır, məncə oynayır, uyğundur, amma leksik mənası olan söz dediyi üçün həyətdə sözünü seçirik. Çantada da ümumiyyətlə uyğun deyil. Hansı sözlər termin adlanır? Müxtəlif elm sahələrinə aid olan sözlər. Keçmiş dövrdə istifadə olunan sözlər arxaizmdir. Elə öyrənmişdik 3-cü sinifdə. Bəzi bölgələrdə köhnəlmiş sözlər başlığı altında öyrənirdik. Müxtəlif dövrlərdə istifadə olunan sözlər köhnəlmiş sözlər 3-cü sinifin dərsliyində verilib. Bəzi bölgələrdə istifadə olunan sözlər, bunlar dialekt sözləridir, şivələr, yəni məsələn, elə bölgə var ki, müxtəlif sözlər istifadə olunur da, yalnız həmin bölgənin insanları başa düşür. O sözü işlədəndə bizim yerlisən, haralısan. Məcazi mənası hamı tərəfindən anlaşılan sözlər, bu da ümumi işlək sözlərdir. Cavab A variantı. Məcazi mənalı sözün işləndiyi cümləni müəyyən edin. Göyün üzü dumanla örtülmüşdür, çiçəyin gözəl qoxusu var, sülh bəşəriyyətin arzusudur, mələyin qolu sınmışdır. Biz axtarıq məcazi mənalı sözü. Burada dostlar, göyün üzü sözü məcazi mənada işlənmişdir. Düzdür, qol sözündə məcazi mənası var, biz əvvəldə dedik. Amma buradakı göyün üzü birbaşa məcazi mənada işlənib. Üz sözünün məcaziliyidir bu. Davam edək. Dialoqdakı durğu işarələrini müəyyən edin. Əhməd ucadan dedi, 2 nöqtə. Qoşan nöqtə olsun burada. Arif, bura gəl, burada defis olmalıdır, düzdürmü? Defis yox, özür istəyirəm, tire. Qoşan nöqtə, tire. Arif, bura gəl. Arifdən sonra vergül qoyulacaq, çünki xitabdır. Sonra da nida ola bilər, bir dəqiqə baxaq. Qoşan nöqtə, tire, vergül, nida. Cavab B variantı. Belə dostlar, 20-ci suala qədər izah etdik. 100 suallıq testi təbii ki, davamında videoyu yükləyəcəm səhifəmizə. Belə deyim, video şəklində səhifəmizə yerləşdirəcəm. Sizinlə mən idim, İncəgül müəllimə İsmailova. Siz də bu cür videoların daha çox olmağını istəyirsinizsə, bu cür videoları faydalı hesab edirsinizsə, valideynlər, övladlarınız üçün faydalı hesab edirsinizsə, başqalarına tövsiyə edirsinizsə, səhifəmizə abunə olmağı, videoları bəyənməyi və kanalımızı, videolarımızı digər valideyn yoldaşlarınızla da paylaşmağı, qohumlarınızla, əqrəbalarınızla paylaşmağı unutmayın. Çünki bilik paylaşdıqca çoxalır, bilik paxıllığı sevmir. Ona görə də paylaşaq ki, daha çox insan videolarımızdan xəbərdar olsun. Adətən 4-cü sinif valideynlərindən çox yazırlar mənə. Deyirlər, müəllimə, heyf ki, sizin videolarınızdan çox gec qarşılaşdıq. Daha çox öyrənə bilərik. Təbii ki, heç vaxt heç nə üçün gec deyil. İnsan hər zaman öyrənə bilər. Fərqi yoxdur. 2-ci, 3-cü, 4-cü sinif testləri oxuyub anlama. Çünki 5-ci sinif bazası əsas 4-cü sinifə qədər olan materiallar üzərində qurulur. Ona görə təkrar hər zaman lazımdır. Belə, ümid edirəm ki, faydalı bir dərs oldu sizin üçün, öyrədici bir dərs oldu. Siz də mənim kimi düşünürsünüzsə, videonu bəyənin və paylaşın. Sağ olun, gələn dərslərdə görüşmək diləyilə. Videonun davamı olacaq. Səhifəmizi izləmədə qalın.